Polnu bak 92. Bu gün inşallah uzaq yola çıxırıq. Təbii ki, birinci bizə hara lazımdır? Bəli, bagaj lazımdır. Görək, biri 10 kiloluq, biri də 19 kiloluq olmalı səfərəmizə yerləşdiririk. Qalan məsafəyə baxırıq. Bu da belə. 2 dənə bagaj yerləşdi. Rahatlıqla mən sizə deyərəm ki, hələ 2 dənə də mən bura yerləşdirərəm. Hələ üst-üstə də qoysam bura olar, səfərə də qoysam. 4 dənə bagaj yerləşir. Açığı bu qədər genişliyi gözləmirdim. Tam səmimi deyim. Yaxşıdır. Polnu bak 92. Benzini polnu bak elədik. 2000 kilometr göstərir. Biraz da şarjımız var. 20 kilometrdə o göstərir. Bunu da indi sıfırlayırıq. Aşağıdakılar sıfırladı. Mən də elə yuxarını sıfırlayır. Prius'la müqayisədə ola bilər ki, çox cüzi, balaca olsun. O da nəyin hesabına? Bu hissə Prius'da var. Bunda isə yoxdur da bilirsiniz. Sedan olduğuna görə testlərimiz gələcək. Təbii ki, benzin nə qədər sərfiyyatımız oldu. Ümumilikdə trasda özünü necə göstərdi? Birinci videomuz olacaq ki, gedəndə AI rejimdə, qaydanda isə safe modunda. Amma bir məsələ var ki, İnşallah yolumuz Gəncəyədir. Bildiyiniz kimi Bakı şəhəri dəniz səviyyəsindən mənfi 28 metrdədir. Amma Gəncə şəhəri 400-450 metrdir. Bəlkə də 500 metr hündürlükdə yerləşir. Yəni Gəncəyə biz qalxırıq, belə deyim. Bakıya gələndə düşürük. Deməli, ancaq trasda 92 vuracam. Çünki mühərrik demək olar ki, ancaq işləyəcək. Və qatqıdan istifadə edəcəm. Çünki bu qatqıya mən çox istifadə eləmişəm. Ləzzət eləyir bu qatqı. İndi bu qatqı əsasən nə edir? Bir də qısaca olaraq deyim. Çünki yenə də sual verənlər olacaq. Deməli, zaslonka, farsunka bu hissələri təmiz saxlayır. Aktanı çox cüzi qaldırır, yəni bir aktan falan qaldırar, amma zaslonkanı, farsunkanı, EGR-i tərtəmiz saxlayır, tərtəmiz. Ona görə də bu mənə sərf eləyir ki, həmin o onsuz da benzin filtrini dəyişəndə hamısına biz baxacağıq ki, görək nə var, nə yox. Getdik dostlar, gedək yola çıxaq axır ki, görək nə göstərir. Dostlar, baxın, artıq bir 100 kilometrə yaxın yol sürmüşəm. Ancaq ayda sürürəm. Yəni save modundan istifadə eləmirəm. Və 22-20 maksimum 19%-ə düşür batareya. Hələ ki 100 kilometr sürmüşəm. Mənə demişdilər ki, ay modda özü qaldırır 70%-ə, təzədən başlayır 70%-dən sonra elektrik mühərriklə getməyə, sonra təzədən yığır, amma hələ ki elə bir şey eləməyib. Artıq 106 kilometr yol getmişəm. 1922 kilometrimiz hələ ki qalıb. Gəldik, çatdıq Gəncəyə. 338 kilometr, təxminən 339 kilometr yol qət elədik. 1609 kilometr göstərir ki, qalıb bizim məsafəmiz. Yəni təxminən bu priborun arasında təxminən deyəcəm bir 2000 kilometrdən burada təxminə göstərir. Yəni deyir ki, güya biz 400 kilometr yol getmişik, amma əslində 400 yox, 340 kilometr. Yəni aradakı fərq təxminən bir 60-70 kilometr fərq var ki, düzgün göstərmir bu ilə bu, yəni ki, bu əsasında yəni düz göstərmir. Keçək indi buradakı məlumatlara. Yadınızdadırsa Bakıdan çıxanda 3,6 litr idi sərfiyyatımız hər 100 kilometrə, artıq 4 litrə yaxın qalxıb. Bakıdan Gəncəyə 17,1 litr benzin sərf eləyib. Ortalama sürətimiz bizim 80 olub. Dediyim kimi təxminən bir çox yerləri 99 ilə gəlmişəm. Postlardır, filandır, bəzi şəhər içi artıq Gəncəyə çatanda artıq 60 olub sürətimiz. Ona görə də ortalama sürətimiz təxminən 80 olub. 339 kilometrə. Və benzin sərfiyyatına gəlirəm. Yəni 17 litrə təxminən biz vursaq 1,1-ə 18 manat neçəsə qəpiklə
belə deyim də, gəlmişik Gəncəyə. Bu 92 benzinləndir. Yox, 95 benzindən gəlsəydi, bu 27 manat eləyəcəkdi təxminən. Ortadakı fərq bir 9 manata yaxındır. 92 ilə 95-in arasında, premiumun arasında. Bunu da dedim. Gəlirəm indi rahatçılıq barədə, yəni BYD CL05 Trustda özünü necə göstərdi. Rahatçılıq cəhətdən elə aşağı-yuxarı demək olar ki, Priusla eynidir. Prius 20 gövdə ilə mən çox gəlib getmişəm Gəncəyə. Amma bir dənə məsələ var ki, misal üçün bu lazım olan momentlərdə qazı verirsən, dərhal sürətlənməni çox rahat şəkildə edir. Yəni hədsiz dərəcədə rahat şəkildə. Abqon falan harda lazım oldu, bir dənə qazı basdın, ideal şəkildə olur. Bu dəqiqə rul quş kimidir. Yəni bu barmaqla belə eləyirəm, amma Trustda rul çox bərk olur, hədsiz dərəcədə. Sanki nə deyim, bir Mercedes sürürsən, BMW sürürsən. Yəni bu barmaqla sən rulu döndərə bilmərsən. Döndərsən də çox güc eləməlisən də, hədsiz dərəcədə. Yəni Trust gedəndə rul çox bərkir. Deyim biləsiz. Ümumi olaraq vallahi gəl özümü də çəkim. Gəncəyə sürmüşəm, gəlmişəm. Yəni deyim ki, lap belə yorğunçuluqdur, yox, normaldır. Yəni maşın məni elə də güclü yormayıb. Rahat elə bundan sonra bir dənə də Bakıya qayıdaram. Yəni 700 kilometr təxminən sürmək olar məncə bir günə bu maşından. Artıq Bakıya çatsam təbii ki, yorğun olaram. Amma belə pis deyil idi. Yəni açıq deyim, çox məni yolda yormadı. Düzdür, mən apqatka eləyirəm deyənə, baxın, ümumilikdə hev rejimim hələ 2000 kilometrə çatmayıb. Cəmi 644 kilometr mən benzindən sürmüşəm. Ev rejimində isə 677 kilometr. Yəni demək olar ki, yarı-bayarı bizim yürüşümüz var. Ümumilikdə 1320 kilometrdir. Ona görə də 100-dən artıq sürmürdüm ki, yəni apqatka eləyirəm də bir sözlə mühərriki. İstəyirəm 2000 kilometrə qədər 100-dən artıq sürməyim və yaxud da ki, bu power'a çalışıram maksimum dərəcədə çatmasın. Yağı soruşsaz, mən 99% bu maşına 0.16 özürlüklü yağdan istifadə eləyəcəm. Birinci yağ dəyişmədə təbii ki, indikator avtoya yaxınlaşacağam. Və ona görə də o prosesi heç ayrıca çəkəcəm, ona gəlmirəm. Qaldı ki, qatqıdan nəyə görə deyim? Bakda 95 də var, 92 də var. Qatqıdan da istifadə elədim. Yəni, o qatqını mən çox sevirəm. O 250 litr benzinə istifadə eləmək olur. Yəni, mən rahatlıqla onu hələ bəlkə də bir neçə ay istifadə eləyəcəm. Qatqı videoda demişdim. Nəyə yarayır? Əsasən deməli, mühərrikin o EGR-dir, zaxslonkadır, farsunkadır, o hissələri tərtəmiz saxlayır. İnşallah vaxt gələndə benzinin filtrini dəyişəndə hamımız bir yerdə təbii ki, çəkilişini də eləyəcəm. Səhv eləməsə 10.000 kilometrdən bir dəyişilməlidir o. Kitabçasındakı bəzi məlumatlar var. İnşallah mənə elə gəlir ki, növbəti videoda onu da çəkərəm ki, artıq yəni birinci yağ dəyişməmizi nə vaxt eləyək. Sonra hətta bu döndərəndə rulu neçəsi dəqiqə belə saxlamaq olar, neçə dəqiqə olmaz. Yəni elektrondur da, bilirsiniz, bunların rulavoy. Ona görə deyirlər ki, ziyanı var. Çox saxlamağın, yəni kitabçasında yazılanı deyirəm. Belə, burada mənə elə gəlir ki, qaranlıq qalan suallarımız yoxdur. Maşın xodda deyənə fikir verirsiniz, artıq ki, şey düşdü aşağı. 80-dən düşdü 78-ə. Ümid eləyirəm ki, video xoşunuza gəldi. Yəni tam məncə bildik. 17 litrlə təxminən Gəncəyə gəldik, çatdıq. 92 ilə nə qədər elədi, 95 ilə nə qədər elədi. Ortalama fiyatımız son 50 kilometrə 5 litrə yaxındır. Amma nəzərə alın ki, Gəncə ilə Bakı, yəni Bakıdan Gəncəyə gəlmək həmişə daha çox benzin sərfiyyatı eləyir, nəinki Gəncədən Bakıya gəlmək. Onu da təbii ki, çəkəcəm. O artıq növbəti videomuzda olacaq inşallah və orada artıq mən qaydan AI moduna yox, save modu ilə gələcəm inşallah. Fikir verin, artıq deyir ki,
170 qram. Yəni heç 1 litr deyil. Biz benzində ekonomiya eləmişik bu AI-ın hesabına. Amma növbəti dəfə, yəni 22%-dən yuxarı qalxmadı. Bütün yola elə 19, 20, 21, 22%-lə gəlmişəm AI modda və qaydanda artıq Türkəl qardaşımız var. Yəqin ki tanıyırsınız. O da YouTube'da videolar çəkir. O deyir ki, misal üçün mən tövsiyə edirəm ki 30% save modu ilə gəlmək daha çox benzin sərfiyyatına qənaət edir. Düzdür. Dediyim kimi onu da Gəncəydən Bakıya gələndə biraz sərfiyyatımız aşağı düşəcək. Amma onda təxminən bir şey fikirləşərik, bir şey hesablayıb qənaətə gələr. Bu qədər gözəl insanlar. Videomu bəyəndinizsə like etməyi unutmayın. Kanala hələ də abunə deyilsə kanala abunə olmağı mən sizi dəvət edirəm. İnşallah növbəti videolarda görüşərik. Sizinlə mən yenə Orxan idim. Allah hamının hava vurulsunu bol eləsin. Sağ olun, salamat qalın.